Salam, hər vaxtınız xeyir olsun. Bugün biz sizlə bugün qəbula düşmüş, daha öncə isə həmişə dövlət qulluğunun qəbuluna düşən sual barədə danışacağıq. Baxın, sualı yəqin ki, çoxuna tanış gəldi. Amma bu sualı işləməzdən öncə mən sizə əvvəlcə bunu izah edəcəm. Məğzini anlayacaqsınız. Daha sonra isə başlayacağıq bunu işləməyə. İlk öncə bildirim ki, əslində bu tip sual indi çox adam ona çətin deyir, amma çox asan sualdır. Sadəcə olaraq nə zaman sizə çətin gələ bilər sual, siz onun tipini görmədikdə. Yəni biz öyrəşmişik, magistraturada sudoku düşür, keçən il futoşiki düşmüşdü bu il. Bəzi variantlara kakuro salırlar, bəzi variantlara akvarium. Əslində akvariumu heç vaxt elə bilməyən adamın qabağına qoyanda, yəni bu insan bunu görməyib. Əlbəttə onu eləyə bilməyəcək. Çox adam bunu sudoku ilə qarışdırıb. Bəziləri deyir ki, yəni bu heç bir yerdə yoxdur, düzdür. Heç bir kitabda yoxdur bu. Sadəcə olaraq dövlət qulluğunun qəbuluna düşdükdən sonra biz artıq bunu tələbələrə keçməyə başlamışdıq. Amma yəni dediyim kimi sual tipini siz görməmsiniz deyə bu sizə çətin gəlir. Ümumiyyətlə bir şey deyim. Yapan oyunlarını yaxşı olar ki, onlayn şəkildə oynayasınız və görürsünüz ki, deyim yapan oyunlarını çox sevir və yapan oyunlarını bütün imtahanlarda salır. Dövlət qulluğunda yəni milyon% ki, hər imtahan ən azı bir dənəsi düşür. Artıq bu magistraturada dəbaldır ki, əvvəllər ancaq sudoku düşürdü, indi sudoku ilə bərabər başqa bir yapan oyunda salırlar. Yapan oyunlarının hamısı kakuro, futoşiki, ondan sonra sudoku hamısını onlayn şəkildə də oynaya bilərsiniz və bu oyunun adı akvariumdur. Akvarium puzzle yazaraq onlayn şəkildə də oynaya bilərsiniz. Hardasa 20-30 oyun oynadıqdan sonra siz artıq oyunu yəni 100%liklə bilmiş olacaqsınız və burada sizə şərtlər yazarıq. Bu şərtlər boş şeylərdir. Yəni necə boş şeydir? Yəni mən sizə izah edəcəm. Bu şərti oxumağa ehtiyac yoxdur. Sən bura lazımdır və bura lazımdır. Nə edirik? Baxın uşaqlar, əvvəlcə keçək bura. Bu elə bilin ki, bir dənə sizə akvarium verib. Sadəcə olaraq biz akvariumu necə görmüşük? Akvarium 4 bucaq olur, içərisində də balıqlar olur, su olur. Biz elə görmüşük. Amma bu akvarium görürsünüzmü? Fərqlidir. Elə bilin ki, biri belə fasondur, biri bu belədir, biri belədir. Bunlar var ya, bunlar hamısı ayrıntılar. Bunlar hamısı akvariumdur. Və nə deməkdir? Su hara tökülürsə, həmin o yeri doldurur. Fərz eləyin ki, bir dənə stakandır, düzdürmü? Bunun içine su tökürsünüz. Su harda? Buradan dolu, burası dolu, burası boş qalmayacaq ki. Su ancaq bura tökülür birinci. Əgər su tutaq ki, bu kranı bağladınsa da burada da qalmış olacaq. Yox, axacaqsa dolacaq, daşacaq, töküləcək bu tərəfə. Bu da eyni şeydir. Hardan başlayırsınız? Oyunu bir neçə dəfə oynadıqdan sonra artıq professional olacaqsınız. İndi baxın, məsələn, tutalım ki, burada 4 verir sizə. 4 verib o deməkdir ki, burada 4 dənə xanam dolacaq. Dolu xananın sayını göstərir burada. İndi baxın. Bu o deməkdir ki, suyu buradan 4 xanaya buraxırsansa, məsələn, sən bunu buradan suyu buraxdın, düzdür? Su bu akvarium budur, düzdür? Bu akvarium bura qədər çata biləcəyini bilməzsən, amma buranı 100%. Təsəvvür edin ki, su burada var. Burada bir dənə deşik var. Burada su töküldü. Su burada dayanar mı 2 xanada? Yox. Demək bu 4-ündə dolacaq. Və sənə neçə dənə xana deyir? 4 dənə xana. İndi baxın, 4 dənə xana düzdürmü? Dolmağı belə göstərəcəksən. Bax, doldu xanalarım. Aydın oldu. Bu tərəf, burada 4 dənə xana səndən soruşaq, düzdür. Bura nə olacaq? Boş olacaq. Aydın oldu. Bura boşdur. Boşu da x ilə qoyuram da. Boş yazmıram ora. İndi baxın. Bu növbəti akvariumdur. Düzdür uşaqlar? Sizcə elə şey ola bilər ki, akvariuma buradan tutaq su tökülsün, burası boş qalsın? Xeyr. Əgər bura boşdursa, o zaman burada boşdur, burada boşdur, burada boşdur, burada boşdur. Aydın oldu. Çünki tutaq bu akvariumun tutumu bu qədərdir, düzdür. Həmişə də akvarium elə bilin ki, siz fərz edin ki, yuxarıdan su tökülür. Aydın oldu. Yuxarıda bu su tökülürsə, su heç vaxt ola bilməz ki, bu su burada, bayaqki stakan məsələsi. Ola bilməz ki, stakanın yuxarısından suyu töksünlər, aşağısı boş qalsın, burası dolsun. Bu belə. İndi baxın, burada neçə dənəsi doludur? 3 dənəsi. Baxın, bu 3 dənə dolu olacaq. Bax, buranı doldurdum. Bura diqqət eləyin uşaqlar. Bu su buradadır. Görürsünüz, burada bu hüdudlamış xana yoxdur da. Bu sadəcə bu akvariumun bir parçasıdır. Bu su burada dayanar mı? Yox. Demək, burada axıdacaq suyunu. Düzdür. İndi bu 3 dənəni tapdın, okey? Yuxarıda neçəsi dolu olmalıdır? Bir dənəsi. Sənin zaten bir dənə xanan doludur. Demək, bura nədir? Boş. Bura boşdursa uşaqlar, sənin burada boşdur. Burada boşdur. Niyə? Çünki bura boşdursa əgər, bu öz istiqamətində boşdur. Amma buranın boş olub olmamağını deyə bilməzsən.
Əgər aşağı boşdursa 100% ki, bunun yuxarısılar dolu ola bilməz, boşdur. Amma burası boşdur, ola bilər ki, elə akvariumdur ki, ancaq buralarda su var. Burada neçəsi dolu olmalıdır? 3'ü. Biri doludur. Demək bu da dolu olacaq. Uşaqlar, bura doludursa su avtomatik bura tökülür. Amma aşağı tökülmür, bura qədər tökülür. Bunun ayrımı bu qədərdir. Aydın oldu. Demək burada 3 dənəsi oje doludur. 4 dənə doludur. 4 doludursa bura boşdur, bura boşdur. Düzdür uşaqlar? İndi baxın. Burada neçəsi qaldı? 4 dənəsi. Birini tapmısan. İndi bax, tutalım ki, buranı doldurdum. Məsələn deyirəm. Buranı doldursan, buranın axı 2 dənəsi də əskiyin qalır. Demək, bura boş olacaq, bura dolu olacaq. Niyə? Çünki sən burada 2 dənə yerə su tökə bilməzsən. Sən bura su tökürsən, töküləcək, düz bura qədər tökülür su. Aydın oldu. Bu doludur ya. 4'ü də tapdıq. İndi baxın. Burada neçəsi doludur? 4'ü doludur, düzdür. Burada neçəsi doludur? 5'i doludur. Burada neçəsi də 2'si doludur. 2'si doludursa uşaqlar bunu tapdın. 3'ü doludur burada. Bax, 3'ü də doludur. Demək bura boşdur. Uşaqlar, bura boşdursa demək burada boşdur, burada boşdur. Aydın oldu. Burada ikisi doludur. Bu demək burası boşdur. Uşaqlar, bura boşdursa eyni istiqaməti boş olacaq. Burada boşdur, burada boşdur. Biri də tapdı. Burada neçəsi doludur? İkisi. Bura və bura. Baxın, hər tərəf 5. Burada neçəsi doludur? 5'i. 1, 2, 3, 4, 5. Neçəsi doludur? 4'ü. 1, 2, 3, 4. Birinci dəfə ola bilər ki, siz çətinlik çəkəcəksiniz. Keçəcək obrislərini işləməyə lap rahat başa düşəcəksiniz. Bunu biraz sonra eləyərik. Gəlin baxaq. Gəlin baxaq buna. Biraz mən hamısını oyundan screen etmişəm. Ola bilər ki, elə eləyim ki, o ekranda görünsün. Aha. İndi baxın uşaqlar, hardan başlayaram? Mən sizin yerinizdə olsam. Ürəyiniz hardan istərsə başlaya bilərsiniz. Mən hardan başlayaram? Həmişə hardan? Tələbələr də nə tövsiyə edir? Ən azdan. Bax, burada neçəsi dolmalıdır? Bir dənəsi. Sən burası tökə bilərsən? Yox, əsla. Su bura töksən, su gedəcək düz bura qədər. Olmaz. Demək, bu boş olacaq uşaqlar. Demək, bura dolu olacaq. Bura doludursa, demək, burada su töküləcək. Biri həll elədinsə, üstün x-da. Sənə mane olmasın. Uşaqlar, bura boşdursa əgər, bura deyə bilməzsən boşdur. Ola bilər ki, bura doludur. Bax, bir damcı su var içində akvarium. Amma buraların boş olduğunu 100% deyirsən. Aydındır. Uşaqlar, bura boşdursa əgər, elə şey ola bilməz ki, su bu akvarium bu tərəfdir də, düzdürmü? Ola bilməz ki, bunun aşağısı boşdur, buraları dolu olsun. Demək, burada boşdur. Və все. Neçəsi dolu olmalıdır? 4'ü. Buranı doldurdum. Düzdürmü? Bunu işlədik bunu. Neçəsi dolu olmalıdır? 3'ü. Bunu doldurdum. Düzdürmü? Neçəsi dolu olmalıdır? 2'si. Buranı doldurdum. Daha sonra neçəsi dolu olmalıdır? 1'i. Burada nə olacaq? Boş. Uşaqlar, elə şey ola bilər ki, akvariumdur. Təzə bu akvariumundur, düzdür. Bura boşdur, amma bura dolu. Əsla. Demək, bura nə olacaq? Boş. Düzdür. Burada neçə dənə yerin qaldı bu 2 dənə doldurmaq üçün? Buralar. Aydın oldu. Daha sonra burada neçəsi doludur? 5'i. Biri var. Bu və bu doludur. Vəssalam, tapdım hamısını. Baxın uşaqlar, bunu elədikdən sonra artıq sizə yaşıl işıqdır. Sən verə bilər ki, burada A, B, C, D, Y, F nəsə. Deyəcək, hansı doludur, hansı boş. Vəssalam, nə var bunu eləmək? Tutaq ki, məsələn, burada A verib, məsələn deyirəm, bu A-dır, məsələn. Bu B-dir, bu C-dir, bu D-dir, bu da Y-dir. Bu da F olsun lap. Deyəcək, hansı dolu, hansı boşdur. X olanlar boşdur, bu burslar doludur. Əsas odur məğzini biləsiniz. Və məğzini bilmək üçün mütləq şəkildə bu oyunu oynamaq lazımdır. Baxırsınız, məsələn, buna baxın. Demək, burada biri doludur, düzdür. Neyinirəm? Bu biri doludursa əgər uşaqlar, bura heç vaxt dolu ola bilməz. Su buradan şırıltı ilə gəlib axacaq bura qədər. Demək, bura nə olacaq? Boş. Ya buradadır, ya burada. Dəqiq deyə bilmirəm. Dəqiq deyə bilmirəmsə gözləyirəm. Daha sonra, burada neçəsi doludur uşaqlar? 5. Məntiqimizi işə salırıq. Burada 5'i doludursa əgər, demək, bu heç bax 2-3 ola bilər də kombinasiya. Məsələn, tutaq aşağını gördünüz, mən başlamadım. Bilməm, kimsə fikir verdi, yoxsa niyə başlamadım? Bilə bilmirəm də, bura doludur, yoxsa bura. Amma bu 500% ki, bura doludur.
Aydın oldu. Çünki bunun başqa variantı yoxdur. Bura doludursa uşaqlar, bu doludur. Amma buranı dolu götürmürəm, amma bilmirəm. Bəlkə bunun tutumu elə bu qədərdir. Demək 5-ə götürdüm, x qoydum. Daha sonra burada neçəsi doludur uşaqlar? 4-dür. İndi məntiqlə baxaq. Burada 2 xana var, bir də 3 xana var. Düzdür? Mən götürüb 2 xananı doldursam və bir xananı hardan gətirəcəm? Demək ki, bu ancaq bu tərəf doludur. Bura doludursa, bura nə olacaq? Boş. Düzdürmü? Burada neçəsi doludur? 5-i. Bu 5 dənə doludursa uşaqlar, bir dənə xana boşdursa, avtomatik bura nə olacaq? Dolu. Mən burada dolu boş yazmaq istəmirəm də. Yəni ki, belə yəqin ki, aydın olacaq. Çünki dolu boş adam başı qarışır elə. Demək burada 4-ün eləmişim, burada da 5-in elədim. Burada da 1 oldu, düzdür? Video kəsildi. Mən onsuz da bunu bu videoya, digər videoya birləşdirəcəm. Demək, harda qalmışdım? Burada 4-dən. Baxın uşaqlar, siz bunlara görə deyə bilməzsiniz haradır. Amma bu 4-ü görürsünüzmü? Burada bir dənədir. Nə kombinasiyam qalıb? 3 və 2 kombinasiyam, düzdür? Demək ki, burada əgər 4-ü tamamlamaq üçün neçə dənədir xana dolmalıdır? 3 dənə. Demək, ancaq burada olacaq. Bura oldu boş. Yəni buranı həll elədik. Baxın uşaqlar, 4 dənədir, düzdür? 3 dənədir, bunu həll elədim. Demək, bura nə olacaq? Boş. Bura boşdursa və burada boşdur. Demək, bunların hamısı boşdur. Düzdürmü? Burada doludursa, burada doludur. Su da gəlir, axır düz bura qədər. Bu 3 doludur. Bu 2-ni həll elədim, doldu. 4 doldu, bu 4 da doldu. 2 dənə doludsa bura nə olacaq? Boş, boş. Burada da bir dənə dolub. Əssalam. Bura olacaq boş. Baxın, hər sətrə, hər sütuna baxın, zəhmət olmasa. X-lar boşdur, bunlar isə doludur. Keçirik növbəti misala. Ümidvaram ki, başa düşürsünüz. Amma bunun oyunu oynadıqdan sonra deyəcəksiniz ki, heç müəllimə yaxşı izah eləməyib, mən özüm daha yaxşı oynayıram. Yəni, o fikrə gələcəksiniz. Çünki oyunda siz səhv etdikdə, orada məsələn, səhv basırsan ki, tutaq dolunun yerinə, orada qırmızı işıq yanır və sən bilirsən ki, səhv edirsən və bundan da öyrənirsən. Baxırıq növbəti suala. Burada nə deyir? Burada baxırıq hara? Burada deyir 4-də dolu olmalıdır, düzdür? 4 dolu olmalıdırsa, demək, bura doludur, bura doludur, bura doludur, bura doludur. Bunun başqa burada variantı yoxdur, düzdür? Ona görə bura nə olacaq? Boş olacaq. Demək, 4-ü sən həll elədin. Daha sonra baxırıq bu 4-ə. Bu 4-ün kombinasiyası 2, 3, 1, düzdürmü? Mən burada kombinasiyanı necə edə bilərəm? Ancaq 4-ü burada necə yarada bilərəm? Ancaq 3-dən 1-lə yarada bilərəm, düzdür? Demək, bura dolu olacaq, bura dolu olacaq, bura dolu olacaq və bura. Demək, 4-ü də həll elədim. Bura nə oldu? Boş. Düzdürmü uşaqlar? Burada 4 dolu olmalıdır. Demək, bura dolu olacaq. Bura, bura, bura və bura. Bunun da suyu tökülür bura, bura, bura qədər. Buradan da töküldü bura, bura qədər. Aydın oldu. Burada neçəsi doludur burada? 3-ü. Demək, bu 4-ü həll elədik. Buranın 3-ü də həll elədik. Bura nə olacaq? Boş. Uşaqlar, bura boşdursa, demək, bu da boş olacaq, bu da boş olacaq. Bu 3 dənə doludur, bir dənə doludur. Demək, burada doludur, burada doludur. Bundan sənin işin bitdi. Daha sonra baxırıq. Neçəsi dolu olmalıdır? 5-i. Burada neçəsi doludur? 4-ü. 4-ü doludursa, demək, buranı həll elədi. Bura nə olacaq? Boş. Aydın oldu. İndi baxırsınız bu cərgiyə. Burada neçəsi dolu olmalıdır? 3-ü. 3-ü doludursa, 2-si var. Neçəsi çatmır? Bir dənəsi. Demək, bura dolu olacaq. Bura doludursa, uşaqlar, bunun suyu tökülür. Bura və buraya qədər. Neçəsi dolu olmalıdır? 5-i. Həll oldu. Neçəsi dolu olmalıdır? 3-ü. Demək, bura nə olacaq? Boş. Neçəsi dolu olmalıdır? 4-ü. 4 də həll olub, burada oldu boş. Baxın. Hər cərgədə bax, 1, 2, 3. 3 dənəsi 1, 2, 3 dolu. 3 dənəsi 4 dənə. 1, 2, 3, 4. Keçirik növbətiyə, baxırıq bura. Biz buna aid hesab işlədik. Mən sadəcə olaraq bunu oyundan skript eləmişim. Yox, beləsini işləməmişik. Baxırıq bura uşaqlar. Nə deyir burada? Məsələn, mən burada hardan başlayayım? Gözünüzə hara xoş dəyirsə oradan başlayayım. Məsələn, mən 3-dən başlayaram. Yox, 3-dən də başlayayım. Niyə görə 3-dən başlayıram? Deyim. 3-dən kombinasiyası 2, 1 deyə 3 dənədir. Baxıram. Əgər buranı doldursan, su hara töküləcək? Düz bura qədər. O zaman bura pozulacaq. Demək ki, buranı ancaq burada doldura bilərsən. Vəssalam. Bura nə olacaq? Boş. Düzdür. Burada ikisi dolu olmalıdır. Burada neçəsi? 1-i. Uşaqlar, bura 1 dolu olmalıdır. Sən ancaq buranı dolu edə bilərsən. Niyə? Çünki buranın su töksün, bura 5-i də dolacaq. Onda bura nə olacaq? Boş. Onda bu 1-i doldurdum. 5 dənədir. Su gəldi, töküldü. Bax, bura qədər. Su çünki burada dayanmır. Bura hara qədər töküləcək? Bura qədər. 5-i həll elədi. Bura nə olacaq? Boş. Uşaqlar, bura boşdursa, demək, burada boşdur, burada boşdur. Aydın oldu. Və elə bir akvarium ola bilər ki, yuxarısı dolu olsun, aşağısı boş. Yox, ona görə burada boşdur.
Aydındır. Neçəsi doludur? 3'ü. Burada hara yer qaldı? Bura qaldı. Ancaq buranı götürüb doldurursan. Bax, bunu həll elədik. Burada 3 dənədir uşaqlar. Haranı sizcə götürərəm? Buranı götürərəm dolu. Niyə? Çünki suyu bura töksən, burada tökülür axı. 3 dənə işim bitdi. Onda bura nə olacaq? Boş, boş. Daha sonra bu cərgənin içərisində baxırıq neçəsi dolu olmalıdır? 4'ü. Məntiqimizi işə salaq. 4'ün kombinasiyası neçə ola bilər? 3 dənə ola bilər də. Burada 3 dənəni ancaq buradan yarada bilirəm. Çünki bunlar tutaq dolu oldu. Məsələn deyirəm. Bu dolu olsa bu necə boş ola bilər? Yəni onda demək bura dolu olsa bir dənəm çatmır axı gəlib burada dolduram. Ona görə ancaq buranı doldurursam bura olacaq boş. Neçəsi doludur burada? 1'i həll olub. Neçəsi doludur? 2'si. Demək bura nə olacaq? Boş. Düzdürmü? 1 burada həll olubsa bura nə olacaq? Boş. Elə şey ola bilər ki, sizcə burası da boş olsun, burası dolu. Demək burada boşdur. Demək burada 2 dənədir. Demək burada nə olacaq? Dolu. 4 dənə dolu, 3 dənə dolu, 4 dənə dolu, 2 dənə dolu, 2 dənə dolu. Vəssalam. Keçirik növbə. Baxırıq növbəti akvarium sualına. Burada hardan başlayarıq? Buradan başlayaram mən 5'dən. Niyə? Çünki burada 5 dənə xana düzəltməliyəm, düzdür? Mən buranı doldursam, gərək burada 4 dənə də xana tapam. 4 dənə xananda dolduranda avtomatik burada 6'sı da dolacaq. Demək burada ancaq bunlar dolu ola bilərlər. Ola bilər uçqan səsi kimisə əsəblərinə toxunsun, amma üzürlü saysın. Burada 5 dənə dolu olmalıdır, düzdür? Onda bura nə olacaq? Bura boş olacaq. Düzdür. Burada neçəsi dolu olmalıdır? 5'i. Demək bura doludur uşaqlar. Bu dolulur bura qədər. Düzdürmü? Bura doldusa burada avtomatik su tökülür, burada tökülür, burada tökülür. Aydın oldu. Burada da su varsa burada avtomatik su töküləcək. Düzdür. Sonra baxırıq hara. Burada demək biz 5'i tapdıq. Burada da 5'i tapdıq. Demək bura nə olacaq? Boş. Uşaqlar bura boşdursa demək burada boşdur. Buranı boş deyə bilməzsən, amma bura boşdur, burada boşdur. Neçəsi boş olmalıdır? 4'ü. Neçəsi dolu olmalıdır? 4'ü. Demək ikisi doludursa burada dolu olacaq, burada dolu olacaq. Yəqin ki aydındır. Neçəsi burada dolu olmalıdır? 4'ü. Burada 1'i var, ikisi de boşdur. Avtomatik bura nə olacaq? Dolu. Bura qədər dolduracaqsan. Daha sonra baxın burada neçəsi dolu olmalıdır? 3'ü. Burada ikisi var. Burada da 3 dənədir. Bunu əsla doldura bilmərəm. Onda bura dolu olacaq, burada olacaq boş. Bununla sənin işin bitdi. Daha sonra baxırıq. Burada neçəsi dolu olmalıdır? 5'i. Burada ikisi doludursa avtomatik burada dolu olacaq, burada dolu olacaq, burada dolu olacaq. Düzdürmü? Onda bura nə olacaq? Boş. Daha sonra burada neçəsi dolu olmalıdır? İkisi. Artıq doldurmuşsan, ikisi bura boşdur. Bura boşdursa uşaqlar burada boş olacaq. Daha sonra burada neçəsi dolu olmalıdır? 4'ü. Burada doludur, burada doludur. Bu da həll oldu, bu da həll oldu, bu da və bu da. Vəssalam. Keçirik növbəti sualın izahına. Baxırıq. Baxırıq belə bir suala. Baxın, burada neçəsi dolu olmalıdır? Məsələn, başlayıram buradan. İkisi. Buranı doldura bilmərəm. Avtomatik bura dolu olacaq və bura dolu olacaq. Onda bura nə olacaq? Boş, 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 boş. Bunu həll elədik. Düzdürmü? Daha sonra burada neçəsi dolu olmalıdır? 1'i. Mən bura su tökə bilmərəm. Çünki su burada tökür. Demək bura boşdur. 100% boşdur. Və bura bir dənəsi doludur. Zaten burada bir dənə doludur. Demək buralar boşdur. Boşdursa burada boş olacaq. Düzdür? Birlə həll olundu. Daha sonra baxın uşaqlar burada ikili akvarium bir dənə buradadır. Çünki bunu doldursam gəlir 3'ü də dolu. Onda bura dolu olacaq. Burada olacaq boş. Demək bu 2 də həll olundu. Aydındır. Burada neçəsi doludur? 1'i. Demək buralar nə olacaq? Boş. Bu da həll olundu, bu da həll olundu. Demək burada boşdur. Bura boşdursa uşaqlar burada avtomatik boşdur. İkisi doludur. Demək buranı dolduracaqsınız. Aha. Daha sonra 3'ü doludur. Demək buralar dolacaq. 3'ü doludur. Baxın 3'ü də dolub. Demək bura nə olacaq? Boş. Burada boşdur. Bura boşdursa burada avtomatik boşdur. Burada bir dənə daxı demək bura dolu olacaq. Bununla həll elədik. Düzdür. Burada neçəsi doludur? Bir dənəsi doludur. Mən buranı doldurmuram. Niyə? Çünki burada ikisi doludur. Artıq doldu bura. Bura boşdur. Demək bura dolu olacaq. Baxın hər yerə. Hər yerdə uyğunluq yarandı. 1 dolu, 3 dolu, 2 dolu. Hamısı həll olundu. Keçirik növbəti suala. Baxırıq bura. Məsələn, burada hardan başlayaram? Mən burada məsələn başlayaram buradan. Məsələn, burada 4'ü dolu olmalıdır. 4'lü kombinasiya ancaq buradadır. Demək, bura dolu olacaq.
Bura nə olacaq? Boş. 4 dənə işim bitdi. Bura doludursa uşaqlar, bunun suyu burada tökülür. Avtomatik burada 2 dənəsi dolu olmalıydı. Bunu həll elədim. Demək, bura nə olacaq? Boş. Bura boşdursa, burada boşdur. Aydın oldu. Daha sonra baxıram ki, bu cərgənin içində bura boşdur. Bura. Elə şey ola bilər ki, bura boş olsun, dolu, sonra boş. Demək, həm də bir dənə istəyir axı. Ən dib dolu olacaq. Yəni, burada bir dənə. Aydın oldu. Daha sonra bunu həll elədik. Sonra baxırıq hara. Burada, demək, burada 5-i dolu olmalıdır. Düzdür. Hələ bilmirik hansıdır. Amma bu 3 dənə olması 100%-dir. Niyə? Çünki başqa necə eləyə bilərik? Başqa yox, eləyə bilərik. Burada ikisini dolduraram, bura qədər dolu olar. O ola bilər. Ona görə oradan başlamıram. Haranı eləyə bilərik? Bura boşdursa uşaqlar, avtomatik burada boşdur, burada boşdur. Bura qədər boşdur və burada boşdur. Düzdür? Daha sonra baxırıq hara və burada boş olacaq. Niyə? Çünki buradan su tökülsə avtomatik tökülür axı. Demək, burada hara dolu olacaq? Bura dolu olacaq. Bura doludursa, burada doludur, burada doludur. Düzdür? Bir dənə doludur, bir dənə doludur, burada da bir dənə doludur. Doludursa, bura nə olacaq? Boş. Düzdür? Burada 5 dənədir. 3, 1. Ya burada dolu ola bilər, burada gözləyirəm hələ ki. Burada neçəsi doludur uşaqlar? 3-ü. Bir dənəsi var, demək, avtomatik burada doludur, burada doludur. Burayla mənim işim bitdi. Burada su varsa avtomatik burada su tökülür. Düzdürmü? Demək 3-ü doludur, 1-i 4. Demək bura nə olacaq? Boş. Burada bir dənəsi doludursa uşaqlar, avtomatik buranda suyu burada dayanmır, burada töküləcək. Burada bir dənəsi doludur. Burada da 3-ü doludur. Bundan da işim bitdi. Neçəsi doludur? 5-i. Demək bura nə olacaq? Boş. Vəssalam. Sonra keçirik bu günləri imtahana düşən sualı həll etməyə. Yenə eyni qaydada uşaqlar. Bizə, yəni buranı oxumağa ehtiyac yoxdur. Bunu həll eləyəcəyik. Burada neçəsi doludur burada? 5-i. Bunu ancaq buranı doldura bilərsən. Dolu, 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 bura dolu, burada dolu. Demək, bura nə olacaq? Boş. Uşaqlar, bura boşdursa, bura nə olacaq? Avtomatik boş. Demək, C boşdur. Boşun qabağına elə C yazırsan. Neçəsi doludur? 5-i. Düzdürmü? Demək, burada doludur, burada doludur, bu da doludur, bu da doludur, bu da doludur. Demək, D olacaq dolu. Düzdürmü uşaqlar? Daha sonra baxırsan, bu cərgənin içində burada 5-i dolu olmalı. Demək, buralar dolu olacaq. Başqa da sənin şansın yoxdur. Bura nə olacaq? Boş. Düzdür? Bu həll elədik, bunu da həll elədik, bunu da həll elədik. Düzdür? Burada baxırıq, neçəsi dolu olmalıdır? 4-ü dolu olmalıdır. 3-ü var, biri bilmirik hansıdır. Neçəsi burada dolu olmalıdır? 3-ü. 3 var artıq. Bura olacaq boş. Demək, A boşdur. Burada D dolu yazım ki, biləsiniz. Boşu A da yazırsan. Düzdür? Boşdursa uşaqlar, avtomatik burada boşdur, burada boşdur. Aydın oldu. Daha sonra burada ikisi doludur. Demək, burada ancaq doldura bilərsən, buranı doldurursan. Demək, bura nə olacaq? Boş. Düzdür? İkisini həll elədim. 5-i, burası su burada dayanmayacaq. Burada tökülür, burada. 5-i də həll elədin. Düzdür? Daha sonra bura boşdursa uşaqlar, bunun bu tərəflərdə hər yeri boşdur. Demək, yenə olacaq? Boş. Aydın oldu. Bura doludursa, burada dolu olacaq. Su tökülür, burada B-nin də başına töküləcək. B-də də olacaq dolu. Dolu olacaq B. Daha sonra elə həll elədik də. Bura boşdursa uşaqlar, bura dolu olacaq, bura dolu olacaq, burada dolu olacaq. Vəssalam. Baxın, hər bir yan həll olundu. Всё. İndi keçirik cavabı tapmağa. Demək, dolu oldu bizdə. Boş oldu C, A, Y. Düzdürmü? Dolu oldu D, B. Boş oldu C, A, Y. Dolu oldu B ilə D. Olacaq C variantı. Yenə təkrarlayıram. Şərti oxumağa gərək yoxdur. Burada şərtdə nə yazır, yazsın. Siz bunu həll edirsiniz, sonra bunu tapırsınız. Vəssalam. Uğurlar hər birinizə. Bugünkü imtahan üçün pis olmağa ehtiyac yoxdur. Çünki imtahan kifayət qədər çətin idi və bunu hamı bilir və sadəcə olaraq bundan sonra çalışın vaxtda işləyin və orada görmədiyiniz tiplərə bundan sonra daha çox üstünlük verin. Bildiyiniz şeyləri bir də niyə işləyəsiniz? Bilmədiyiniz şeyləri işləməyə üstünlük verin. Başqa da nə sualınız olsa videonun altına yaza bilərsiniz. Növbəti videolarda görüşənədək. Hələlik.